Ailələrdə bədaxlaqlıq, xanımlarla kobud davranmaq, xanımların kişilərlə kobud davranmağı, qəbirdə əzaba səbəb olan ən əsas şeylərdən biri kobudluqdur. Biri öldürülmüşdü Allah yolunda, anası Peyğəmbər öz əli ilə onu dəfn edirdi. Anası dedi, xoş halva, behiş sənə mübarək olsun. Peyğəmbər dedi, sakit ol. Qəbir onu elə sıxdı ki, səsini mən eşitdim. Dedi, niyə görə, ya Rasulallah? Dedi, ailəsi ilə kobud davranırdı. Dindarlıq birinci ailədən başlayır. Mənəviyyat ailədən başlayır. Mənəviyyatın göstəricisi həyat yoldaşı ilə, balaları ilə, bacısı ilə, qardaşı ilə münasibətlərdir. Buradan başlanır. Məscidə gələsən, namaz qılıb, dua eləsən, gedib evdə kobudluq eləyəsən, sərt danışasan, qəlb sındırasan, Allaha and içirəm, heç yerə çata bilməzsən. And olsun Allahın izzətinə deyirəm ki, and içirəm ki, inanasınız. Heç yerə gedib çata bilməz insan. Ailədə əxlaqını düzəltməyənə qədər, ailədə davranışını düzəltməyənə qədər 100 dəfə həccə getsin, Kərbəlaya getsin, heç yerə gedib çata bilməz insan.